Bolalarıma düzdürken ölürüm. Canımın bolalarıyım, borcumun da bolalarıyım. Hepsini bolalarıyım. Sakladım, makineleri de sakladım. İlahi bu hal diyorum, ha bolalarıma da kısmet eylesin. Sağ salamatıyla gelsin. Allah size can sağlığı versin, bolalarınızın xeyrini göresin. Canınızın xeyrini göresin Sağ inşallah. salamatıyla ziyaret edeceğiz. Hoş geldiniz. Allah halamıza da yaxşı yol versin. Sağ salamat geçsin gelsin. Allah ziyaretini kabul edersin. O gün olsun gelenler sonra ziyaretine gelir inşallah. Allah mənim həyat yoldaşıma da Allah yaxşı yol versin. O zəhməti çox verirdi. Ona halal da, o yola halal da ona gitmek. Bolaların toyu göresen, ha bol. Öbür bak hoşbat. Yahiden istemiş. Allah mənim qızına yaxşı yol versin. Allah onun ziyaretini kabul etsin. Gün olsun gelenden sonra gerek onun yine de aileden ziyaretini gələndən sonra onu izləyirlər. Ziyaret edir. Hacı kimi ziyaret edir. Allah ona yaxşı yol versin. Gün olsun siz de gelirsiniz hacca. Siz de gələr ziyaret edin. Allah Teala bütün istəyənə nəsib eləsin inşallah. Hə, 5 yama bizim deyirlər. Didə, sən də Allah mənə zəhmətkeş xalama yaxşı yol versin. Allah'ın canı salamat eləsin öz həyat yoldaşı ilə. Gün o gün olsun ki, o sağ salamatlıqla inşallah bu yolu geçsin, başa vursun, ziyaret eləsin, gəlsinlər. Biz də onun qəbuluna gələk, onu ziyaret eləyə, ürəyini istədiyim kimi. Bir daha deyirəm ki, Allah'ın bir də ki, bu evdən əski eləməsin inşallah. Amin ya. O bağları üstündə həmişə onun çıraq eləsin. Allah'ın da həyat yoldaşının canı salamat eləsin. Şey koydum burada ha. O aşağı koydu ha. Sağ salamat gidək. Ona ki araba bana Sağlamına demiş gidək, qayıdək, bolalar bizi qalırlar. Bəli, hökmən nə bazarda eləsən, bazarlıq elədir, nə aldın? Allah Məhmədin canı salamat eləsin inşallah. Amin. Allah Teala ilahi bərəy. Bu yolu Məhmədə də qismət elə ilahi. Amin. Namahremsən. Allah yaxşı ver. Allah yaxşı ver. Vatanımı için dua eləsinlər. Allah yaxşı olur. Allah ziyaretler kabul eder. Sarsa da olsun burada kamera bozulsun yer tutuyor. Salamat gitsinler gelsinler inşallah. Allah arzu edenlere kısmet etsin inşallah. Allah aynı yolunu nasip etsin. Yaxşı olmaz. Sağ ol hacı. Allah yaxşı olur. Ay bu kadar olur. Bir aynı şeyler güncül giyinir. Obursunda. Bir halıqda. Sağ olun. Salamat olun. Yaxşı ol. Allah yaxşı ol. Salam aleyküm. Aleyküm millet. Adam yoktur burada. Allah yaxşı ol versin. Sağ salamat gelsin. Sağ salamat gelsin. Ben sağ salamat gelsin. Sağ ol. Allah yaxşı ol. Sağ ol. Salamat olun. Allah yaxşı ol. Hem bayrağı. Bismillahirrahmanirrahim. Başlayıram. Mehriban ve bağışlayan Allah'ın adıyla. Allah Teala bu gidenlere yaxşı yol versin. Allah Teala o yolu arzu olanlara kısmet eylesin. Sağ salamat geçsinler, sağ salamat da gelsinler. Allah yanına yaxşı versin. Arzu edirik Allah onlara razı olsun. Nəmsədə gidirlər, niyətləri qabul olsun. Allah getməyənlərə də Allah Teala nasib eləsin, qismət olsun. Allah bütün arzu olanlara bu yolu nasip eləsin. Bu yaxşı yol.
Bugün olsun sen de gelirsen. Sağ salamat. Allah yaxşı yol versin onlara. Allah yaxşı yol versin. Sağ salamat gəlsin. Ben yola salmadım. Məzlum kardeşime. Məzlum. Ne ala? Məzluma. Ha. Mamda var indi. Bakı biz geleceğiz. Bak buna. Yol verin başına. Oradaki başından. Aç şu oradaki başından. Ya yaxşı da. Ona baklayalım kapını. Ona baklayalım kapını. Assalamu alaikum. Gözümə dərslərini mənə sarı baxanda kövrəkliyin ürəyimə əstirir. Gedəcəksən bu hal ilə hara yar, ölüm gündə min qapını kəstirir. Gəl geyinmə sənə elinə qara yar. Çox ağlama, gülünc olmayaq yada. Fikir çəkmə, gül yanağın solmasın. Canı yanmış, görmüşsən mi dünyada insan olsun, dərdisər olmasın. Allah kısmet eylesin bize bu taraftan geldi. Bak tutan onda. Bu nimet. Olur mu ya? Kabağa otur, kabağa. Bu kimin sen başında Mehmet? Otur, sen otur. Sağ otur. Allah kabul et. Allah selamat versin. Kemir. Bu kara korup sola korup. Tamam ya.
Ha, abli bu da ahiri. Şükür Allah. Allah buna yüzün ömür, can sağlığı versin. Allah sizin ömrünüzü yüzün versin. Özü getiriyi düzelmedi. Arvad gidip yarın olsa inşallah düzelecek. Sözüne çıkıyor. Allah onun getdiyi ziyaretini kabul eylesin. Allah o ziyareti, onun getdiyi makamını size kısmet eylesin. Ailesinin hamıza uzun ömür, can sağlığı, xoşbaxtlıq, aile saadeti kısmet eylesin. İnşallah. Gözləri aydın Mehmet müəllim. İndi gelen de olmuş. Böyle dikkat. Sağ ol Kerbala. Allah sana Kerbala'nın mekanı ispat Allah çok şükür geldi. Çok sağ olun. Allah sizlere selamat olsun. Hayat huzuru yaşar. Hayatın neyini alayım. Çok sağ ol. Allah size razı olsun. Allah Teala isteyenlerinizi hamısını nasip eylesin. Ya da bağlarına da hoş günler arzu edirəm. Sağ olun. Allah ziyaretini kabul eylesin. Allah Teala Hacı Xanımın getdiyi ziyarəti qəbul eləsin. Allah onun balalarını da canı salamat eləsin, balalarına da qismət eləsin inşallah. Cəm arzusu olanlara Allah Teala xərc eləsin. Amin. Bu sen ne kadar çekeceksin? Hemen çocuğuna haber. Kesmenlere gitmem. Sen gidersen ziyarete. Bu çok ağır sefer. Allah kabul eder. Allah sana da kısmet eylesin. Bu seferi yerine getirmek, onu icra etmek çetindir ama gelenden sonra saklamak daha da çetindir. İsteyenlerimize hamısı kısmet eylesin. Amin, amin, amin. Yaxşı seferdir. Ramazan'la şükür Allah, gözleri zaten. Allah kabul etsin. Ay Allah, ne var? Gözler var. Ya Allah. Ya Allah, ya Allah. Gözler de aydın olsun. Gözler de aydın olsun. Geldi ziyaret edelim. Size göz aydınlığı verir. O ziyaret Allah size de nasip eder. Mezyanede nasip eder. Allah'a çok şükür ki Hazreti Müslüman bu taraflardan oldu. Neyde böyle ki bizim komşular çok sevdi. Başta alıyor. Beyden demir. Yazılır. Beyden demir. Beyden demir. Hayat yoldaşı ziyaretten gelip bundan böyle hoşbahtlık olur. Böyle hoşbahtlık. Allah kabul etsin. Bütün doğma arabasını da hamısına göz aydınlığı. Allah kabul edersin. Böyle komisiye yürüsün. Bir anda arzumuz odur ki inşallah növbəti dəfə də bir-birlərini intizarda qoymasınlar. Birləşsinlər, bir yerə geçsinlər. Bu yaxşı səfər. Gözləri doydu. Oynasın, boyuna gelenler geçsin. Hamısı yok, boyuna gelen. Kimin külü oldu boyuna gelir. O sırada gelmiyor. Gelen o kişiler gedirler gelen şeyler yer çıkarlar, orada ziyaret yandan gidiyorlar. Buradan misal sonra bakımlara başlıyorlar. Orada gedirler, namazlarına gedirler, orada ziyaret edirler, namazlarına edirler, geldi. Siz dinleyiciler orada verirler. Yok, güzel. Allah Teala'nın onu izzet Allah bağlarını salamat. Allah Allah'ın da sağlasın, rahmet eylesin. Allah Teala hamımıza kısmet eylesin inşallah. Allah size de kısmet eylesin inşallah. Hani siz canınız Ramazan. Allah kabul etsin. Allah size kabul etsin. Allah Allah Hazının malını. Ramazan'ı sayından toplayacak. Allah ben dostum Ali'sinin canı selamet eylesin. Allah size var. Allah ona her şey işleri kalır, imkanı olsun. Sağ olun. Gezmeyen Allah kabul eder. Allah kabul eder. Allah verdiği için Allah'a saklasın. Allah bakalım. Allah kabul etsin. Verme.
Allah kabul etsin. Gece de orada olur. Buraya geçin. Başınız var yok. Mutlaka ziyaretini bağlayalım. Aradan da ziyaret. Allah kabul eder. Allah ziyareti kabul eder. Allah size de kısmet eder. Siz de gelirsiniz. Size de ziyaret ediyor. Allah Hacı Hanım'ın getdiyi ziyarətini Allah qəbul eləsin. Allah eləsin ki, sən sormaq gözləri açsın, sən sormaq getdi gəldi. O gün olsun, oğullarına qismət eləsin. Əlləmə qismət eləsin, mübarək olasın, Allah qismət eləsin. Bütün arzulanlara qismət eləsin. Çox yaxşı səfərdir. Allah bütün arzulanlara qismət eləsin. Amin. Biz də gələ iştirak edək. Evet, Allah sağlık selamet versin. Olanlarına da kısmet. Biz de gelebiliriz. Ziyaret edelim. Sen işte. Allah çok sağlamak, çok kabul edin. Muhammed Veli sana da kısmet edersin. Oyun olsun sen gelirsen sen ziyarete gelirsin. Allah kabul etsin. Allah şükür edersin. Sağ ol. Allah kabul edersin. Allah arzusunda olanlara nasip edersin. Güzel köyde cavanlarda gelecek. İmkan varsa gel. Ben hiç Muhammed Veli yoktan çıkartmayayım. Böyle baklarım var. Bu şey bu tabi. Yüncü var, onu şöyle alma çoğuna geldi bana. Kardınıza orada beri, kaçlı büyüdürküdü. Allah kabul edersin. Sen burada yiyelim. Bana hiç yapmadığın yok. Vallahi hamd süreyiz. Canım. Şunu al, Ne olsun ki, Muhammed Veli'nin bölgesimizin de gelip burada ziyaret edelim. Allah. Ancaq bir dənə noxud atam ağzıma məlumatı var. Ne oldu sigara? Danışın da. Saqqal yaraşır sana. Danışın da. Bizim şeyi uşaqlarıma da vəsiyyət eləmişəm. Ölməsəm sağ qalsam, onu toyunma eləyəcəm. İşte ölsəm, uşaqlarıma da demişəm ki, babam. Hakkı mənim boynumdadır. Mənim hüquqlarımı icra eləyər. Demişəm ona indi yolunda demişəm. Telefonda öğrendim. Her şey yüksek olacak. Allah ziyaretin kabul eləsin. Gözleriniz aydın. Gözleriniz aydın olsun. Arzusunda istəyəndə olanların hamısına bu gözəl müqəddəs yol ziyaret qismət olsun. Allah sana da kısmet eder. Allah canını salamat eləsin. Ahmet, Allah sana da kısmet eləsin. Gələ səni də ziyarət eləyək. Səni də insanla yiyək, verdiyin insanla yiyək. Allah kabul etsin. Allah ziyareti kabul etsin. Gün o gün olsun. Size de nasip olsun. Sağ ol.
Allah aslanın ziyaretini kabul eylesin. Şükür olsun Allah ki sağ salamat geldiler. Allah kabul eylesin. Allah kabul eylesin. Allah bizim ülkemizin əmin-amanını yarasın. Allah bu ermənilərin şərrini bizim ülkələrin üstünde götürsün. Amin. Kabul eləsin. Ver bana. Ne verirsiniz Allah kabul eləsin. Yine de. Belki kere diren dedi. Hocam azaldı. Balık edersin. Yok falan yapmasın. Seyircide şey var. Allah Teala ülkemizde erkanlarına eylesin. Can sağlık. Sizin özünüze aile saadeti, kısmet eylesin. Hemşe dilimiz dolu olsun. Ali kuzun başında uca. Allah kısmet eylesin. Siz de gidersiniz Meşe'de, Kerbalı'ya, Hac'a. Hemen hürmet edesiniz. Kasıba, yoksula, Hac'a. Yüzürlerle yaşayasınız. Lafılasınız burada. Allah Teala hemşe böyle yerinde, kendi yerinde size kısmet eylesin. İki gemi gelir, Lənkəran üstə. Birində Şabalı, birində Püstə. Sən git Hacı xanımlar bizim hədiyyəmizi istə. Allah sən canını salamat eləsin. Gel onlara çek. Allah sənə qismət eləsin. Bilməyənlərə də qismət Ondan sonra iki vakit görüşeceğim Kabul etsin inşallah. Güle gün olsun. Sen gidesin inşallah. Sana məhkən qismət eləsin. Marif kardeşimiz geçsin. Ramiz kardeşimiz geçsin. Yani bunların getməyi vacibdir. Allah qismət eləsin geçsinler. Hoş geldin. Gel, kesin. Kapıya. Kim hoş gördü. Allah mənə ziyaretin kabul eləsin. Allah can sağlığı. Allah kabul eləsin onun ziyarəti. Sizə də göz aydınlıq verir ki, şükür Allah salamatdır. Bu zapası var. Allah gelməyənlərə qismət eləsin. Allah onun ziyaretini kabul etsin. Bizim gözlerimiz aydın olsun. Bir de sıvak olur. Bugün olsun. Evlatlarına da bu her nasıl 5 lira akıl olmuş. Tamam, hadi olsun. Allah razı olsun ziyaretine. Emin olsun evlatlarına da başlayın. Yaxşı kullandı. Allah ziyaretini kabul etsin. Asıl var, cümleyle var, hükümler, Allah'ım. Şimdi gözleriniz aydın olsun. Allah Famdegan'ın ziyaretinde kabul etsin. Çetin yoldu, gitti geldi. Sağ o gün olsun, sizlere de bizlere de hamdolsun, hizmet olsun. Amin. Allah kabul eylesin. Yaratkanları size de kısmet edin. Ailelerinize de kısmet edin. Hemen akıncalarınıza da kısmet edin. Sağ ol, var ol. Sağ ol. Baklara göre başım. Bunun başka lezzeti var. Ha, kar yağır. Allah kabul eylesin aziz ziyaretini.
Allah sizə də qismət eləsin. Ya Allah. Salamat eləsin Qur'an xatirinə, Peyğəmbər xatirinə. Allah atoz, yanozu gözdə çıraq eləsin. Allah canınızı salamat eləsin. Yəni o hər yerdə o familə bacı deyir, sən ağalıcları balalarımı dua eləyir. Həmməşə ha, deyir, onların zəhməti iləndir. Əlbəttə, valideyn üçün nə zəhmət çəksin, onun borcundan, minindən, birindən çıxa bilməzsin. Hələ Peyğəmbər Əkrəm Xudanın dövründə olub, Həzrət Məkkəni ziyarət edirdi, gördü bir dənə cavan oğlan, anası mindirib, Kəbənin dörd tərəfini fırladır. Həzrət bunu gördü, bu cavan oğlan, qoca arvadı dalına mindirib gəzdirir, Peyğəmbər təbəssüm etdi. Yəni şad oldu, dedi ki, bəh-bəh, Allah belə övladların canını salamat elə ki, ananı dalına mindirib Kəbəni gəzdirir. Gətirdi, qoydu kənarda, ananı gəldi, Həzrətlə görüşdü. Dedi, ya Rasulallah, o mənim anamdır. Mən onu mindirib dalına gəzdirirəm Kəbəni. Ayə, bununla anamın borcundan çıxa biləm, Peyğəmbər biraz ciddiləşdi. Dedi, nə? 10.000 illər Allah sənə ömür verə, 10.000 illər də Allah anıya ömür verə. Hər ildə gətirəsən Kəbəni, anıy dalında ziyarət etdirəsən, bir dəfə anın səni doğanda sihə vurmaqlığının qiymətində ola bilməzsən. Bir gecə durub səni əmizdirməyinin qiymətini verə bilməzsən. Deyə Allah canınızı salamat eləsin Qur'an xatirinə. Hələ istər hac əvəzin, istər anuzun göndərilməsində sizin zəhmətinizdir, sizin bəhrünüzdür. İndi o göndərib, o valideyni göndərib oranı ziyarət etmək hamısından qiymətlidir. Allah sizə dayaq olsun, İmam Hüseyin xatirinə, Peyğəmbər axirət zaman xatirinə. Kisvizə Allah bərəkət versin, zəhmətinizə Allah özü qiymətləndirsin ki, ata-anıya bu qismdə ehtiram, hörmət qoymaqlıq ən böyük bir şərəfdir. İndi də ata-ananın borcunu sıxansa qaldı özünüzə. İndi Allah özünüz də gedərsiniz, ziyarət eləyəsiniz. İnşallah göndərir. Allahın köməkliyi ilə gedərsiniz sizlə. Allah var eləsin. Familə nənə də hamıdan ədəbli, ərkanlı, elə bildiyiz, dili yoxdur. Obri qadınlar, məsələn, Allah hamısının ziyarətini qəbul etsin. Biraz yorulanda yorulduq, onun ağzından ləbbeyk üzə çıxmadı ki, mən yorulmuşam. Allah atasını rəhmət eləsin, Allah balalarını saxlasın, Allah canını salamat eləsin. Allah sənin canını salamat eləsin. Sən istəyir mənim həyat yoldaşım. O zəhmət çəkmişsiniz, onun borcunu elə dünya qədər gözümüzün qabağında var. İnşallah Allah qoysa elə. İnşallah. Biz də öz borcumuzu, sizin çəkdiniz zəhməti yaddan çağırmayalım. Ömür çağırmayalım. Namazındadır da mən özüm qıldığım Nisa tabaq namazında. Hamısı dedim, nənəcəni heç narahat oldu. Allah qəbul etsin. Həmməşəl ağır olub, amma bu səfər qədər, yəni bugünkü gün kimi, bu ilki il kimi mən çox əziyyət çəkməmişdim. Əvvəldən buna görə çox əziyyət çəkdim mən. Hər ildə bir avtobus olurdu, 2 avtobus olurdu. Elə öz avtobusumuzla gedib öz avtobusumuzda məsələn öhdəçiliyi birin olurdu. Amma bu illəri şükürlər olsun Allah 4 dənə avtobus idi. 4 dənə avtobus olmaqla 112 nəfər idi. Amma ildə olurdu 20 nəfər, 25 nəfər, 40 nəfər. Amma bu illəri 112 nəfərin hamısının cavabdehliyi mən daşıyırdım. Həm bu 112 nəfərin cavabdehliyi, həm də o biri avtobuslar, ümumi Azərbaycan zavarlarının üstündə ki, məsuliyyət mənim üstündə dini qayda, şəri məsələlər üzrə. Burada məsələn ən çox bizi incidən, bizi zəhmətimizi artıq edən avtobusların nasazlığı idi. Əgər avtobuslar nasaz olmasaydı, onun şılanları doğmasaydı, məsələn, bu qədər maroz olmurdu biz gedib gələndə. Burada hər bir şey yaxşı keçdi. O şeydi ki, avariya düşüb qıçısınandan sonra bizim o planlarımız hamısı pozuldu. Məsələn, ona görə ki, başım mənim qarışdı, onu xəstəxanaya aparmağa, onu qıçın gipsə salmağa, onu oradan çıxartmağa, avtobusların məsələn üstündə
hamımız birlikdə dəbərsəydik, nə bu marozu görərdik biz, nə bu soğuğu görərdik. Bu seydin ki, qıçı sınandan sonra biz 2 gün yubandıq. O 2 gün yubanmaqlıqla o maşınlar bizlə gələcəkdi, qabaqda gedən maşınlar keçəndən sonra bu maroz qoydu. Hamı marozun qaydası idi ki, bizi bu qədər narahat elədi. Mən onu özüm üçün narahat bilmirəm, çünki bu bir yoldur. Hələ bu yolda dirək ki, əziyyət çəkəsin. Əziyyət çəkəndə də Allah Allah bu yolda sənin günahların kəffarəsi deməkdir. Çünki Həzrəti Peyğəmbərdən rəvayət var. Hər kəsin ki, zəhməti, zilləti çox olsa Məkkə yolunda, onun hacının qəbul olunmasına dəlalət edir. Çünki bizlə, onu mən özüm 16-cı dəfə idi getirəyim, amma bu 16 dəfədə bu qədər əzab-əziyyət çəkməmişdir. Allahın öz qismətidir, şükürlər olsun Allaha. Da indi əziyyət də çəksək, ölənimiz olmadı. Şükürlər olsun ki, Allaha əziyyət də çəksək, hamını salamət gətirdi. Əziyyət də çəksək, məsələn, maşınlar yolda, hələ indi də bir neçə maşınlar donub yollarda qalıb. Amma şükürlər olsun ki, Allah biz büyüyündən 3 gün deyildik. Demək, o yolda donub qalan maşınlarımız da olmadı. Məsələn, bir neçə nəfərlər ilənçiyik orada, hələ Tamojniyə çatanda yollarda ölmüşdülər, Diyarbakırdan bəri. Diyarbakır. Mənim adım Ali Ağadır, ağam da öz oğlum. Mənim adım Marufdur, Fəzərədir. Gedənlərin ziyarətini qəbul eləsin, Allah onların canını salamat eləsin, sağ-salamat evlərinə qoyduqlar. Allah təala istəyənlərin arzusunu versin, istəyənlərə də qismət eləsin. Allah sənə də qismət eləsin. Həmişə bu ayda şadlıq olsun. Allah qəbul eləsin. Allah sənin canı salamat eləsin. Mən zəhmət çəkmişəm səndən, sənə görə, ona görə, əvəzə görə, bacım kimi, mən ona hürmət eləmişəm, halal xoş olsun. Pərdə vurublar, bir də gördüm ki, valideyn beni çağırır. Allah onları getdiyi ziyarəti qəbul eləsin. Allah qəzət eləm balaları saxlasın, mənim balam. Allah sizi də canını salamat eləsin, Allah sizə qısmət eləsin. Ama cavaz yezni. Vallahi o yezni. Sen ana xalasın sağına da bak. Ağır eziyor. Ayşten nana üstüne çapkılı şöyle. Allah onun xatirini əziz eləsin. Allah sizi saxlasın, mənim balam. Canını salamat eləsin. Həqiqətən də. Ancaq yol gözləmək çətindir o. Elə o iş ki, hər adam adamın yanına gəlir, deyir ki, yazıqdırlar bunlar. İnşallah gələr, darıxma. İnşallah gələr. Mən də deyirəm ki, bunlar bir şey bilirlər, mənə deyirlər ki, inşallah gələr. Allah'ın dostu, sənin canısın Məmməd müəllim. Allah'ın dostu, o qədər darmışam. Hələ Temirə demişəm, get Məmmədin yanına. Gəlir deyir, dostlar, nə deyirsən axı, mən onlara gündə neçə dəfə onun yanına gedirəm. Allah sənin canı salamat eləsin mənim. Allah sizə qismət eləsin, sizə qurban olsun.